Salam əziz digital platform Bayseyxun izləyiciləri, hər birinizi bir daha xoş gördük. Uzun aradan sonra yenidən sizin qarşınızdayım və daha çalışacağım ki, bu aranı çox qısa tutum. Çünki videomuzun serisi çox uzundur və istəyirəm ki, Google Ads reklamlarını bitirdikdən sonra Meta Ads reklamları, TikTok Ads reklamları, LinkedIn Ads reklamları ilə bu serimizə davam edək. İndi bu günləri keçirik Google Ads reklam növləri hansılardır? Bunlar haqqında qısa məlumat verəcəm və qeyd edim ki, bu reklam növlərinin hər biri haqqında həm praktiki, həm nəzəri şəkildə serimizin belə deyim, A-dan Z-yə irəliləyən videolarında addım-addım hər biri haqqında detaylı məlumatlar verəcəkdir. Birincisi, axtarış ağ reklamları. Açar sözlərin başına verilən bir təklif ilə o açar sözünün bir istifadəçi tərəfindən Google axtarış sistemində yazılması nəticəsində qarşısından çıxan reklamı təmin edən bir reklam modelidir. Diş klinikası axtarış edirik. Görüm hal-hazırda diş klinikası ilə bağlı ümumiyyətlə. Baxım görüm bir reklamlar varmı? Bu arada qeyd edim ki, bu bəyaz diş klinikasının SEO xidmətini bizzat özüm hazırlamışam. Səhifəsini də dizayn olaraq bizim tərəfimizdən hazırlanıb və burada da bunu göstərim ki, Copyright 2025 Arc Digital, yəni Arc Digital mənim belə deyim, agentliyimdir, hansı ki, burada rəqəmsal marketing, sosial media marketing və digər marketing strategiyaları ilə təmin edilir. Və ən gözəli Rentekar ilə bağlı idi. Çünki Rentekar ilə bağlı reklamda görmüşəm. Baxın, bir Rentekar axtarış edirəm, bir də misal üçün Airbnb Rentekar edirəm. Rentekar axtarışı etdiyim zaman burada baxın, sponsorlu sonsuza qarşımıza çıxır. Burada görürük ki, blackrentekar.az və ötəki carrentbaku.az axtarış motor reklamları edib. Və mən Airbnb Rentekar yazdığım zaman burada isə görürəm 9 fleet Rentekar in Baku bir, belə deyim, şirkət reklam edib. İndi burada iki nüans var. Biz Rentekar yazdığımız zaman bu iki şirkət çıxır, amma Airbnb Rentekar yazdığında mesela tamam fərqli bir şirkət çıxır. Bu deməkdir ki, Rentekar açar sözünə bu avto arenda və car rent şirkəti belə deyim, təklif verir. Misal üçün, avto arenda verib 0.5 dollar, car rent isə verib 0.4 dollar təklif verib. Ona görə bu ardıcılıq olub. Bu ardıcılıq təkcə təklifdən ibarətdirmi? Xeyr, digər nüansların təsiri bura var. Misal üçün, mən bura maşın satışı yazdığım zaman blackrentekar.az çıxsaydı, bu da onun reklam kalitəsinin aşağı olduğunu göstərir. Çünki niyə? Bu blackrentekar.az maşın satışı ilə məşğul deyil. Bu rentekar şirkətdir. Ona görə də onun çıxması onun reklam kalite puanını aşağı gətirəcəkdir, salacaqdır. Və Airbnb Rentekar yazdığım zaman isə bu 9 fleet Rentekar Bakunun çıxmağı isə demək ki, bu şəxs bu Airbnb Rentekar sözünə birbaşa təklif verib. Və burada bir məsələ də var. Airbnb Rentekar yazdığım zaman, bu da bilmirəm, Airbnb ilə bağlı bunun nə bir əlaqəsi var. Daha çox mən Airbnb Rentekar yazdığım zaman bu şirkət tanıyıram, bu Rentekarı bilirəm. Və burada ola bilsin ki, bu şirkət bu adı rəqib adı kimi götürüb. Yəni Airbnb Rentekar yazılanda mən çıxım nüansını işləyib, amma bu çox təhlükəli bir reklam növüdür. İki cəhəti var ki, bir müsbəti odur ki, məşhur bir rentekardırsa, onu adından istifadə edib özü öz satışını artıra bilər. Amma ikinci mənfisi odur ki, onun adından istifadə edib də yalandan boş-boş, belə deyim də, insanlar bunun adını görəcək, tıklayacaq, amma çıxacaq satış etməli. Çünki niyə? Baxacaqlar ki, Airbnb Rentekar yazıldığı zaman 9 fleet çıxır, amma daxil olduqları zaman görürlər ki, bu o səhifə deyil. Ona görə insanlara güvənsiz gələcək. Necə ki, bəlkə dediyim kimi, bu sıralamaya təsir edən əsas amillərdən biridir. Ondan sonra burada onu deyim ki, nümunə misal üçün, indi bu siz rentekar kimi götürür. Rentekar sözünə 0.5 dollar təklif etməniz baxmayaraq, mən eyni sözə 0.5 dollar təklif verib, yenə də sıralamada özümü üstə apara bilərəm. Yəni, bu təkcə belə deyəm, yəni pulla deyil, əsas burada reklam kalite puanlarını təsir edən amilləri bilmək önəmlidir. Ondan sonra görüntülü reklam ağı, bu isə reklamlarınızı Google axtarış sistemi nəticələrində deyil, əlaqələri veb-sayt, yəni əlaqələri veb-saytlərdə istifadəçinin qarşısına vizual, görüntülü şəkildə çıxan reklamlardır. Burada misal üçün bir yemək yazaq görək, nə reklamlara çıxır qarşımıza.
Hətta ki, ingilis dilində yazaq görək. Food. Bu misalı necə göstərmişəm? Biz yemək reklamları yazdığımız zaman indi bu tamamına uyğun deyil. Ətrafında bax misal üçün burada Facebook nömrə göstərim. Baxın, şeydə də hal-hazırda necə olur? Yemək reklamları yazdığımız zaman görüntülü reklam ağları baxın bu Facebookda göründüyü kimi çıxır. Yəni şəkil formatında olur. Bax bu qarışdırmayın, bu Google Ads reklamları deyil. Nümunə olaraq göstərirəm. Çünki niyə Google Ads reklamları bizdə çox az istifadə edilir. Bizdə daha çox Instagram reklamlarıdır, Facebook və TikTok reklamları Bakıda məşhur olduğuna görə hal-hazırda yəni nümunə olaraq göstərirəm ki, yəni biz bir reklam növü yazdığımız zaman şəkil formatında o reklam burada kənarda görünəcəkdir formada. Bundan əlavə AdSense reklamları. Bu reklamlar da yəni hazırlamamız üçün bizim bir veb saytımız olmalıdır və məhsulumuz veb saytımızdan əlavə də Google Merchant Center hesabımız olmalıdır ki, biz bura öz belə deyim feed faylı ilə Google göndərir ki, bizim kataloqlarımız bunlardır və bu kataloquma reklam çıxartmaq istəyirəm. Bu da yəni biz misal üçün bir çanta axtarış verdiyimiz zaman yenə ətrafda çıxan bir reklamlardır ki, alış-veriş reklamlarıdır ki, yəni onlar həm burada çıxa bilər, həm şəkil formatında çıxa bilər. Yəni birbaşa qiymətləri yazılan belə deyim reklam növləridir. Bu da daha çox yəni veb saytımızda bunun üçün alış-verişin aktiv olmağı mövcuddur. Yəni misal üçün necə ki biz Trendyol'a və yaxud da ki Temu'ya daxil olduğumuz zaman orada biz onlayn alış-veriş edə bilirik. Baxın gördüyünüz bax Temu özünü hal-hazırda sponsorlu reklam edir. Biz onun adını yazmağıma baxmayaraq biz görürük ki, Temu hal sponsor reklamdadır və misal üçün onun burada məhsullara çıxa bilər qarşımıza hal-hazırda. Başqa nə var? Burada sponsor reklam və yenə Temu çıxıb misal üçün. Yəni biz burada necə ki girib onlayn alış-veriş edə biliriksə, biz də elə AdSense reklamları hazırlamamız üçün onlayn alış-veriş etməyimiz, yəni alış-verişimiz saytımızda aktiv olmağı çox önəmli və vacibdir. YouTube reklamları isə Google Ads reklamlarından sonra mənim ən çox sevdiyim reklam növlərindən biridir. Niyə? Çünki YouTube reklamları bir çox reklam növü var. Burada yayım içi reklamları var, atlaya bilir reklamları var. Yəni 6 saniyəlik reklamlar deyirlər buna. Bunun ən önəmlisi budur ki, biz öz rəqibimizin kanalında reklamlara çıxa bilirik. Misal üçün bizim bir klinikamız var və Bakıda hər hansı bir məşhur klinika var və həmin məşhur klinikanın bizzat misal üçün implant reklam eləmək istəyirik. Onun məşhur bir implant videosu var. Biz öz implant reklamımızı həmin o videonun içərisində reklama çıxa bilirik. Bu da bizim ən gözəl və ən möhtəşəm YouTube reklamlarının funksiyalarından biridir ki, yəni biz bu reklama sayəsində bizzat rəqibimizin videosunun içərisində və ya da kanalının içərisində reklama çıxa bilirik. Gmail reklamı adından bəlli olur ki, e-post ünvanımıza gələn reklam növüdür. Bunun da yenə yaradılma qayrasını irəliləyən videolarımızda detallı göstərəcəm sizə. Burada ən çox qarışdırılan bir-iki nüans onu göstərmək istəyirəm. Baxın, Gmail yazdığım zaman burada promotion hissədə edirik. Burada ən önəmlisi nədir? Baxın, burada promotion hissəsində Qammada misal üçün mənə mesaj gəlib. Qamma appdir və yaxud da ki, Envanterə mesaj gəlib. Hal-hazırda bir kampaniyamız var. Bu reklam deyil. Bu Envanterın mənə göndərdiyi newsletterdir. Bu nədir? Envanter mənə təklif sunur. Niyə? Çünki mənim bu mailim Envanter üzərində qeydiyyatdan keçib, yəni orada məhsullarını istifadə edirəm. Envanterə böyük şirkət olduğuna görə təklif edirik mənə misal üçün. Hörmətli Seyhun Saatov, bizim hal-hazırda belə bir təklifimiz var. Baxın, qiymət 16.50-dir. Sizə görə 12.38-ə endirmişik aylıq ümumi misal üçün ödənişi. Yəni ekstra 25% endirimdir ilk dəfədən, yəni ilk ildə misal üçün. Bu newsletterdir, bu reklam deyil. Bu çünki mən datam onda olduğuna görə, yəni onun müştərisi olduğuma görə o da öz müştərisinə bu təklifi sunur. Bu deyil. E-mail reklamları baxın gördüyünüz burada HSP Online və Margosi Tbilisi. Bu reklamlardır. Bu reklamlar niyə bilirik? Çünki baxın burada sponsordur. Yəni sponsorlu olduğu bilinir. Və bu reklamların nə fərqi var ki, biz bu reklama seçə bilmirik, ancaq ya daxil ola bilərik, bura silə bilərik. Yəni reklamı tıqqım etmək istəyirəm ki, olan birisinin getməsini hal-hazırda, çünki hal-hazırda bir reklam mənim üçün maraqlı deyil. Demək ki, mən çox az, yəni belə deyim, e-mail reklamlarını istifadə edirəm. Yəni hal-hazırda mən düşünürəm ki, Azərbaycan üçün də çox da effektiv bir reklam növü deyil. Mən də düşünürəm ki, bir müddətdən sonra inkişaf edilməsə əgər bu reklamlar, bu reklam ola bilsin ki, yəni ləğv olunma kimi ehtimalı mövcuddur. Tətbiq reklamlarının da daha çox insan tərəfindən tətbiqlərimizin endirilməsi, təmin etmək üçün istifadə edilən bir kampaniya növüdür. Burada Google Play, App Store kimi tətbiqləri yönləndirmə edərək
Google axtarış şəbəkəsi, görüntülü reklam şəbəkəsi və YouTube reklamının olaraq görməmizi təmin edir. Burada misal üçün mən App Store-un içərisində yazmışam, misal üçün PUBG Mobile yazmışam. Burada PUBG Mobile yazmama baxmayaraq Top Games Chat deyə bir oyun durumu nədir platforma çıxır qarşımıza. Bax bu da yenə bir mənfi, bir müsbət cəhəti var. Bir müsbət cəhəti odur ki, PUBG Mobile yükləmək istəyən insanlar bu axtarışı yazdıqları zaman, qarşına top çıxdıqları zaman ora klik etməyə bilər. Atıram, %70% klik etmir. Bu da nədir? Bu da bu Tap-Tapın reklamının boş yerə getməsinə, yəni bu nədir? Reklam yorğunluğu yaradır. Reklam çox insana görünür, amma görünməyinə baxmayaraq bu açar sözü çox insanın qarşısından görmür, tıklama oranı 0 səviyyəsindədir. Və yaxud da ki, bu əksinə işləyə bilər. Misal üçün, indi bunu analiz etmək 100% lazımdır. Çünki niyə? Məsələn, PUBG Mobile yazıb, yəni PUBG Mobile-ə girən bir insan eyni anda bu da maraqlı gələ bilər ona, bunu yükləyə bilər. Yəni bu yəqin ki, analiz ediblər, baxıblar ki, PUBG Mobile yazıldığı zaman bizim reklamlarımıza da yəni təsir. Niyə sırf PUBG Mobile yazır? Çünki PUBG Mobile bu günlərin ən məşhur bir oyunlardan biridir. Ona görə çox insan bunu yüklədikləri zaman bəzi şirkətlər bu asas sözdən istifadə edir ki, yəni onu yüklədikləri zaman bunların öz oyunları, öz belə deyim, platform tətbiqləri də yüklənilsin. Bacardığım qədər çalışdım ki, bu serini sürətli şəkildə sizlərə keçim. Növbəti dərslərimizdə isə Google Ads-in digər qolları olan hansı ki, Google Analytics, Google Tag Manager olsun, Google Search Console, Google My Business hesabları da olacaq ki, bunların hər biri haqqında da sürətli və detallı şəkildə məlumat verəcəm. Məni izlədiyiniz üçün hər birinə təşəkkür edirəm, minnətdaram, çox sağ olun. İrəliləyən dərslərdə görüşənədək.